Əlbəttə ki, buna münasibətim tamamilə pisdir. Çünki bu, qismən konstitusiya hüquqlarımızın pozulmasıdır, seçim azadlığının məhdudlaşdırılmasıdır. Müxtəlif beynəlxalq messencerləri bloklamaqdan daha vacib olan problemlər var. Hətta Moskvada bir qrup fəal xarici messenger və sosial şəbəkələrin bağlanmasına etiraz olaraq Roskomnadzorun, yəni Rabitə İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələri Nəzarət üzrə Federal Xidmətin ofisinə velosiped kilidi vurublar və qurum əleyhinə şüar yazılan plakatlar yapışdırıblar. Telegram, WhatsApp və YouTube ölkə ərazisində qismən və ya tam bloklanıb. Daha əvvəl isə Rusiya ərazisində Facebook və Instagram sosial şəbəkələri də bloklanmışdı. Bu da insanlarda narazılıq yaradır. Bəs dövlət nə deyir? Max hamı üçün əl çatan alternativdir. İnkişaf edən milli mesajlaşma tətbiqidir. Vətəndaşlar üçün bazarda alternativdir. Səlahiyyətlilərimiz Meta korporasiyasının Rusiya qanunlarının norma və qaydalarına riayət etmək istəməməsi səbəbindən WhatsApp-ın bloklanması ilə bağlı qərar qəbul edib. Max Rusiyada yaradılan messengerdir, hansı ki Telegram, WhatsApp və digər xidmətləri əvəz etməlidir. Lakin sual odur ki, Max'ın maksimum gücü nə qədər olacaq ki, dünya üzrə özünü doğrultmuş proqramları əvəz etsin? Çox pisdir, çünki bütün dostlarım və ailəm Telegramdan istifadə edir. Onlarla necə ünsiyyət quracağımı bilmirəm. Başqa platformalara keçmək istəmirəm. Əlaqədən uzaq durmalı olacağam. Milli messenger Max'dan istifadə etməyi planlaşdırmıram. Hər şey dəhşətli dərəcədə pis işləməyə başlayıb. Xaricdə çoxlu dostlarım var. İndi onlarla əlaqə saxlamaq mümkün deyil. Onlarla əlaqəmi demək olar ki, itirmişəm. Hətta dostların ölür və sən bunu bilmirsən.